Neçə gündür bu müzakirə olunur ki, şou biznesdə ən varlı müğənni, həm də mən düşünürəm qadınlar nəzərdə tutulur. Elə qadınlarda, kişilərdə fərqi yoxdur. Və deyiblər ki, ən varlı müğənni xanımımız Nüşabə Ələsgərlidir. Azərbaycan Respublikasının əməkdar artistidir və bu fikirləri də elə yenə də Azərbaycan Respublikasının əməkdar artisti Vasif Məhərrəmli deyib. Deyib ki, ən varlı, ən pullu, ən zəngin Nüşabə Ələsgərlidir. Nüşabə Ələsgərli bu fikir onun xoşuna gəlməyib. Demək olar belə də, o da mesaj göndərib, ismarış göndərib Vasif Məhərrəmliyə ki, sən yalan danışırsan. Vasif Məhərrəmli deyib ki, oğluna, qızına, qoy bunları dəqiqliklə deyim ki, sonra deməyin ki, Sara xanım belə dedin. Yəni o hardasa deyib ki, Vasif yalan danışır, zarafat edir, bilir ki, əsəbləşirəm, ona görə də onu deyib. Mənim bir evim, bir bağım, bir də maşınım var, gedin işinizlə məşğul olun deyə Nüşabə Ələsgərli qeyd edibdir. Belə, Vasif Məhərrəmli deyib də, ən varlı müğənni Nüşabə xanımdır, xaricdə övladlarına ev alıb, burada da evləri var. Nüşabə xanım, niyə hisslənirsiniz ki, heç bir kişinin etmədiyini, nə bilim, heç bir arvadın etmədiyini siz etdiniz? İmperatoru İbrahim Tatlısəsi Azərbaycana gətirdiniz. İndi bu adiləşib də, o vaxt üçün insanlar şok yaşadı. İstər tanınmışlar, istər tanınmamışlar. Siz bu şokları bu insanlara yaşatdınız. Məhz İbrahim Tatlısəsi Azərbaycana gətirdiniz. İndi onlar asandır gəlmək. Nə bilim, İbrahim Tatlısəsi də gələ bilər, Masum Qırmızıgül də gələr, o birisi də, bu birisi də. O illər üçün siz bunu etdiniz. Bunu heç kim kişi, heç bir kişi edə bilməzdi. Demək, varınız idi da. Demək, indi də var da. Laf varlı qadınsız. Qoy desinlər ki, Sara Səfura varlıdır, xaricdə evləri var. Burada nə var ki? Yenə də deyirəm, heç bir kişinin etmədiyini o illərdə siz etdiniz. Məhz İbrahim Tatlısəsi oğlunuzun kiçik toyuna gətirdiniz. Sara Səfura Bahadırdan bu qədər və Şəbnəm həkimdən danışıram. Son günlər mən də ona müraciət edirəm. Həkim kosmetoloq. Əlaqə nömrələri görünür orada. Gözəlləşdirmək istəyən üzün, simasını, belə üzünün cizgilərini dəyişdirmək istəyənlər, qırışları, falanları aradan götürmək istəyənlər, hər bir kəs mənim Şəbnəm həkimimə, həkim kosmetoloğuma müraciət edə bilər. Sara Səfura Bahadırdan bu qədər.